bir araya gətirdilər və bu mövzu ətrafında bir qədər də olsa diskusiya apara bildik. Sülh və ədalət mövzusu İslam dininin tövsiyə elədiyi hər hansı bir əxlaqi göstəriş deyil. Atanızla yaxşı davranın, oğurluq etməyin və s. Bu kimi göstərişlərlə yan-yana dayana bilməz. Onlardan daha ali və təməl prinsipdir İslama görə. Niyə görə? Onun üçün ki, sülh və ədalət bərqərar olmadan heç bir yaxşılığın önəmi qalmır artıq. Sülh və ədalət yoxdursa bir regionda, bir zonada, bir ərazidə, orada artıq hansısa bir əxlaqi göstərişin özünə məxsus dəyəri qalmır. İtəcək hər şey, xaosa çevriləcək və nəfs mərkəzli bir hərəkat yaranacaq. Ona görə də hər şeyin kökündə, təməlində sülh və ədalət dayanmasa, yerdə qalan bütün prinsiplər öz dəyərini itirməyə məhkum olacaq. Quran-ı Kərimin bir neçə ayəsinə diqqət edəsək, birin Hazreti Nur qardaşımız dedi, Allah Təbarək və Teala bütün müsəlmanları sülhə dəvət edən çağırışlar mövcuddur. Onlardan ən gözəlini Hazır qeyd etdi və bir ayəni də mən buyurum. Mümtəhənnə surəsində Uca Allahımız bütün müsəlmanlara bəyan edir öz ayə-i kəlməsi ilə ki, insanlar, ümumilikdə mən ayəni deməmişdən əvvəl bir prinsipi qeyd edeyim sizin üçün. Peyğəmbər sallallahu dövründə də bəzi insanlar var idi ki, Həzrət Rəsullahın sülhə getməsi onları incidirdi. Bilirsiniz, davadalaş sevən insanlar, xarakter etibarilə radikal insanlar, dözümsüz insanlar sülhü sevmirlər və sülhə qarşı gəlirlər bəzən. Və bəzən sülhü zəiflik hesab edirlər, ədaləti zəiflik hesab edirlər. Lakin Allah özü Peyğəmbər sallallahu buyuraraq əmr edir bütün müsəlmanlara ki, sizinlə sülh edənlərlə sizlə sülh edin və ədalətli olun. Və Mümtəhənnə surəsində də buyurur ki, Allah ədalətli olanları sevir. Ədalət Allahın sevdiyi ən gözəl insani keyfiyyətlərdən biridir. Ona görə ki, ədalət elə bir ilahi xüsusiyyətdir ki, insani keyfiyyətdir ki, o olmadan dediyim kimi, yerdə qalan bütün önəmli əxlaqi xüsusiyyətlər öz dəyərini itirməyə məhkum olur. Peyğəmbər sallallahu dövründə bir hadisə baş verir. Fatimə Məhsumə adında bir qadın Qureyş tayfasının nümayəndəsi idi. Qureyş bilirsiniz ki, həmin dövrlərin ən nüfuzlu nəsili hesab olunurdu, şəcərə hesab olunurdu. Böyük bir nəsildir, Peyğəmbər sallallahu özü o nəsildəndir, bir neçə qola ayrılır və zaman-zaman Məkkəni idarə edən böyük bir tayfa idi, nəsil idi. Həmin tayfadan olan bir qadın, Fatimə Məhsumə adında bir qadın, çox pis bir günah edir. Peyğəmbər sallallahu xəbər çatdırırlar, bu qadının günahı artıq ifşa olub, şahidlər var və cəza verilməlidir. Dərhal Mədinədə yaşayan Qureyş böyükləri, ağsaqqallar, varlı insanlar, çünki Fatimə Məhsumə də varlı bir insan idi, olduqca varlı bir, imkanlı insan idi. Dərhal toplaşırlar, Üsamə ibn Zeyd ibn Üsaməni Peyğəmbər sallallahu yanına elçi olaraq göndərirlər. Məqsəd nədir? Ya Rasulallah, Fatimə Məhsuməni cəzadan azad edir. Peyğəmbər sallallahu bu ona göndərilən sözü eşidəndən sonra, təklifi eşidəndən sonra elan verir. Bütün cəmaata tapşırın, toplansınlar Mədinə məscidində, onlara sözüm olacaq. İnsanlar toplaşandan sonra Peyğəmbər sallallahu minbərə qalxır və buyurur, bilin ki, Allah sizdən əvvəlki qövmləri məhz ona görə məhv elədi ki, öz varlılarınız günah edəndə göz yumub bağışladınız, zəifləriniz günah edəndə isə tez cəzalandırdınız. Bu ədalətə ziddir, öz qızım olsa belə bu günahı eləsə cəza verəcəm ki, mən ədaləti bərqərar etmək üçün gəlmişəm. Peyğəmbər bu balaca hadisə kimi görünən bir hadisədə bəşəriyyət üçün elə bir mesaj ötürür bizlərə ki, yəni Rasulullah sallallahu ədaləti heç kimdən üstün tutmur. Ədalət kimdənsə üstün tutula biləcək dəyər deyil. Sülh heç kimin maraqlarına görə pozulacaq bir dəyər deyil. Bunlar hər ikisi bütün dəyərlərin fövqündə saxlanılacaq bir dəyərdir. Qadındır, bəli, o özünə görə dəyərdir. Səxavətli ola bilər, o dəyərdir. Əxlaqlı ola bilər, dəyərdir. Amma qanun pozuntusuna yol verilibsə, ədalət tələb edir ki, bütün bu dəyərlər hamısı dayanır bir kənarda, lazım olan cəza tətbiq olunur. Və bununla da dinimiz ədalətin yer üzərində ən önəmli dəyər olduğunu bizə öyrədir və sülh və ədalət bərqərar olmadan xaos olan bir mühitdə nə
namus qalar, nə qeyrət qalar, nə insanlıq qalar, nə səxavətin bir önəmi olar, nə dəyərlərin bir önəmi olar. Ən çox qorunması lazım olan dəyər nədir sualına çəkinmədən cavab verərik ki, sülh, asayiş, mehribanlıq, ədalət. Bunlar hamısı bütün əxlaqi gözəllikləri özlərində cəm eləyərək yaşada bilmək qabiliyyətinə malikdirlər.